Saçına bit düşübsə mənə diqqətlə qulaq as. Çünki o bit heç də zərərsiz bir balaca həşərat deyil. Adamın dərisini dişləyir, nəticədə həmən yer qızarır, qaşınır, hətta dermatoloji yarıya belə gətirib çıxardır. Bəs bu bitə sirkəyə necə son qoymaq olar? Ekrandakı ürəyi qızard, izah edeyim. Yaxınlaşırsınız aptekə Bitson şampun alırsınız. Bu şampunla bir neçə dəfə uşağınızın, özünüzün saçını, başını yumağınız kifayətdir ki, saçda, başda olan bitə, sirkəyə, cənəyə, birəyə tamamilə son qoysun. Üstəlik, profilaktika məqsədi ilə də istifadə edildikdə saç dərisində qoruyucu təbəqə yaradaraq yenidən bitin, sirkənin saça, başa düşməsinin qarşısını alır. Ölçüsü böyükdür, rahatlıqla alıb ailənin bütün üzvünə, hətta ev heyvanlarına belə istifadə edə bilərsiniz. Ölkənin bütün apteklərində var, olmazsa əzzaçılarımızdan xahiş edin, zakas verib, köməkli göstərib bu şampunu həm sizə, həm də aptekə gətirsinlər. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əzzaçınız balalarla hər zaman sağlam qalasınız.